Daha bir cədvəli sualın izahına baxaq. Cədvəl sxemə əsasən uyğunluğu müəyyən edin. Deməli, birinci yerdə bir döyüş adı seçməliyik. 10-cu ildə baş verib. Sultan Əhməd Qaraqoyunlara məğlub oldu. Təbii ki, olacaq Əsəd döyüşü. Birinci olacaq Əsəd döyüşü. Buraya yazaq Əsəd. Digər variantları çıxardırıq. Sonra Sədrud döyüşü Qaraqoyunlular Teymurları məğlub etdi. Burada bizə deməli illat. Sədrud döyüşü baş verib 1408-ci ildə. Deməli 1406-nı buradan çıxardırıq. 1408 qalsın ancaq. Deməli A variantımız getdi, C getdi, Y getdi. Baxaq. Otluq-Beli döyüşü 1473-cü il. Nəticəsi bilirik ki, Otluq-Beli döyüşü Ağqoyunlu Osmanlı arasında baş verib Ağqoyunlular məğlub olmuşdu. Digər variantlara baxaq. Ağqoyunlular məğlub oldu. Burada da var. Ağqoyunlular məğlub oldu. Burada da var. Deməli ya B-dir, ya D-dir. Hər ikisində o düzdür cavab. 1488-ci il Qızılbaşlar Ağqoyunlara məğlub oldu. Qızılbaşlar Ağqoyunlara məğlub oldu. Təbii ki, bu olacaq Şahdağ döyüşü. Yenə də düzdür. Şahdağ yazaq bura. 4-cü yerdə olmalıdır Şahdağ. Sonra Kür sahilində döyüş Qaraqoyunlular Şirvanşahlara qalib gəldi. Məsəl üçün, burada yazılıb 1405, burada yazılıb 1412. Deməli, belə baxacaq. 1405-ci il Kür döyüşündə Şirvanşahlar Teymurları Azərbaycanın şimalından qovmuşdu. Amma bizdə nəticədə Qaraqoyunlular Şirvanşahlara qalib gəldi deyirsə, deməli, bu 1412-ci il döyüşüdür. Olacaq ona görə 1412. D variantı.